Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti videomuz və növbəti videonun səbəbkarı gördüyünüz kimi Müşil müəssisəyə, Alman Müşil müəssisəyə aid olan belə iki tərəfli tevaridir. Amma burada bir dənə amma var. Müşil müəssisəyə aid olan belə tevari çox bahadır. Çox üzürlü sayı deməli. Həmin o Müşilə Alman istehsalı olan qutu ilə, nə bilim, tevari ilə hamısı birlikdə Çində istehsal olunan hansı adı olmayan, hansı bilinməyən bir müəssisənin deməli məhsuludur. Heç nə ilə belə baxanda Müşil deməli Rocca adlı yaxud R89-dur, nədir, 69-dur, bilmirəm. Nömrə ilə onu dəqiq hansı ya sağ kənarda, yaxud hansı bir kənarda sizə yazıb saxlayaram. Hansı modelin dəqiq klonudur. Birə-bir deməli kopyalanıb. Necə ki Müşil deməli Alman Müşili, Alman müəssisənin Müşili paslanmayan poladdan CNC dəzgahlarda hazırlanan, həmçinin bu deməli tevari CNC dəzgahlarda hazırlanıb paslanmayan poladdan. Qutunu açıb göstərdim sizə. Mən bildiyim qədər birə-bir kopyasıdır və qutu da həmçinin. İndi bilmirəm, indi kimdə varsa qoy komment bölməsində desin ki, hə belə idi, yoxsa yox belə deyildi. Budur deməli qutusu. Bir neçə aydır məndədir, almışam, müxtəlif zatlardan da keçib. Belə deyək, gərək mən bu açılışları kamera qarşısında yox, hansı ayrı bir vaxtda edim, dırnağım da yoxdur. Dırnağım olsaydı nə də məsələn. Belə yoldaşlar, budur. Deməli hətta tiyalar da var. Görün baxın, mən heç yadımdan çıxdı ki, deməli Müşil Alman belə deyək də müəssisə bütün qutularında satışda olan, istər o premial zatlar olsun, tevarilər olsun, istəyir sadə zamakdan. İndi onlar üçün sadədir, bizim üçün onlar sadə deyil, biz onları belə deyirik, yəni ki, super bir üst qırxanlardır. Yəni bunu zarafatsız deyirəm. Budur Müşilə aid olan tiyələr, bilmirəm bu orijinal Müşildir, yoxsa nə Müşildir, tiyəsindən söhbət edir, yoxsa yenə də bu da kopyadır, ya nədir. Necə ki Müşilin qutularında onlara aid olan bir kağız, modellər, Müşilin öz saytında belə deyək, kifayət qədər belə məhsulların seçimi çox böyükdür. Beləncə modellər var, fırçalar var, gördüyünüz kimi. Belə balaca bir kitabça da var içində. Bu qupqa, bilmirəm, orijinalda belə qupqa olur, olmur. Məndə olan iki Müşildə qupqa yox idi. Sadəcə kağız qutusu idi, bilmirəm, orijinalda bunlar var, yoxsa yox. Bilirəm, tiyə var və belə kitabça var. Belə, bu qədər. Keçək, bunları qoyaq qırağa. Keçək səbəbkara. Səbəbkar haqqında nə deyə bilərəm? Deməli, səbəbkar birə-bir kopyalanıb, amma bunu sökəndən sonra indi kimdə Rocca var, onlar mənə düzəliş edə bilərlər. Görün necə idealdır, deməli bu kənarlar falan. Ay, tiyə yadımdan çıxdı. Pauzaya qoyum, tiyə gətirim, yoldaşlar tiyəni salıb çəkə bilər. Yadıma düşdü ki, bəs bunun tiyəsi hələ buradadır da. Çıxarıb baxarıq Müşilin öz tiyəsini. Belə bir tiyəsini bura qoyaq. Mən gəlin sökəyim, baxağım. 3 hissədən ibarətdir. Qulpudur, plitəsidir, qapaqdır. CNC dəzgahda hazırlanıb. CNC dizgahlar orada mikrometr, nanometr söhbəti gedir. Dəqiqliyində, istehsalatında. Və belə
Birinci deməli məqam nədir? Deməli orijinal Rockanı, əgər orijinal Rockanı və həmin bu kopyanı birə-bir belə böyrə-böyrə, yəni böyür-böyrə götürsəz, saxlasanız əlində, görərsiniz ki, bu qapaqların qalınlığı orijinalda daha nazikdir bu qapağın. Əsasən də bu kənarı belə nazikdir. Amma kopyasında biraz belə deyək, nazik deyil də. O nazik sözün antonimi. Yoğundur. Mən üzrlü sayın ümumiyyətlə mənim belə deyək də Azərbaycan dilində ümumiyyətlə hər hansısa bir dilində mən danışmağına görə 4 dildə danışıram. Hamısında bir ayıb var. Yəni ki, hansısa bir dili desək ki, mən mükəmməl danışıram. Yox, nitqimdə filanında hiss olunur o fərqlilik ki, mən şimaldanam, Azərbaycanın və Azərbaycan dili mənim ana dilim deyil. Yəni üzrlü sayın. Ona görə belə səhvlərə nitqimdə, danışığımda öncədən üzr istəyirəm. Mən çox üzrlü sayın. Mən ümumiyyətlə bu bloqu apara bilərdim müxtəlif dillərdə. Yəni ki, əsasında rus dilində aparsaydım, mənə elə gəlir ki, tamaşaçı auditoriyası da daha çox ola bilərdi. Amma hələ ki, öz belə tutduğum yolu tutmuşam. Çalışıram bütün videoları Azərbaycan dilində danışam ki, bizim həmvətənlərimiz haçansa bilmirəm, bu yaxın gələcəkdə olacaq, yoxsa heç vaxt olmayacaq, yoxsa hansısa bir sonrakı hansısa gələcəkdə baxıb deyə bilsinlər ki, bizdə də bizim həmvətənimiz belə deyək, Azərbaycan dilində bloq aparıb bizim xəbərimiz var artıq bütün məhsullardan, xaricdə olan, içəridə olan, Çində olan, Avropada olan, Amerikada olan bir sözlə. Budur müşkilimiz. Harda qalmışdıq? Yoğun, nazik, belə deyək. Bir sözlə yoğundur qapağı kopyasında və həmin bu yoğunluq kifayət qədər fərq edir nədə? Qırxmaqda. Onu da deyəcəyəm. Sökəndən sonra bir dənə də fərqi var. Kimdə Rocka var, onlar dərhal o fərqi görəcəklər. Amma belə deyək də, istehsalına belə deyək də, artıq işləndir, ona görə belə cızıqlar var. Kifayət qədər 2-3 ay olar məndədir və demək olar ki, bir həftədə ən azından bir dəfə istifadə olunur bu tevari. Ən birinci gözə çarpılan nədir? Deməli, bu bildənin yuxarı hissəsi, mən bildiyim qədər bu hissə Rockanın özündə, orijinalında biraz başqa cürdür. Yəni, mən şəkillərə baxmışam, videolara baxmışam bundan öncə. Bəlkə hansısa bir gələcəkdə kimsə, bizim də bir belə deyək, WhatsApp qrupumuz var və mən bildiyim qədər o həmin WhatsApp qrupda bizim həmvətənlərimizdir, Azərbaycanlılardır. Bəziləri xaricdə də var, olanlar var. Mən bildiyim qədər hansısa birində var artıq bu Rocka və həmin o adam düzəliş verə bilər. Həmin bu plitədə, deməli bu hissədə nəyisə biraz fərqlidir. Mən çalışaram, şəkil tapım və burada yer saxlayıram bu sağ tərəfdə. Şəkil qoyacağım bu plitənin ki, görəsiniz o fərqini. Qaldı yuxarı plitəyə, məncə birə-birdir, məncə yenə də şəkil atacağım qıraqda. Belə çəkisidir, filandır, yalançı çıxaram, yenə də sağda yer saxlayıram, spesifikasiyanı atacağım. Əgər klondursa birə-bir olmalıdır, deməli onun bu hündürlüyüdür, yoğunluğudur, bu kimi belə deyək, spesifikasiya. Qırxmağı, əgər Rockanı müəssisə belə deyək, buraxıb, istehsal edib ondan ötəri ki, bunların R89 orta və biraz aşağı aqressiv tevari sayılır və R41 kifayət qədər aqressiv və çox effektiv, belə deyək də, mən onu qırxmağına görə etalon sayıram. Niyə? Tərtəmiz qırxır. Üzdə hiss olunur. Bir sözlə, yəni ki, onun ayrı bir videosu var. Baxarsınız, sağ yuxarı tində linkini atarım. R89 haqqında da var. Onun da linkini sağ
Bu yuxarı tində atacağım sizə, baxarsınız. Belə həmin bu rokka buraxılıb ki, o iki tiyənin arasında olan hansı o yeri tutsun da, o ortanı tutsun. R89 ilə R41-in arasında. Amma bu kopya Çin kopyası deməli fərqlidir. Fərqlidir, yəni ki, öz belə nədən kopyalanıb, ondan fərqli qırxır. Fərqi də yaxşı tərəfədir. Necə? Yumşaq qırxır. Çox yumşaq qırxır. Hansı ki, rokka kifayət qədər deyilənlərə görə, yəni ki, hələ də yumşaq deyil. Həm gəlin tiyəni salaq içinə və baxaq tiyə ilə necə görsənəcək bu tevari. Belə bunların qutusunda olan bu tiyəni çıxardaq. Mən valla bu Müşel tiyələri heç vaxt istifadə etməmişəm. Qutudan çıxan məndə olan aldığım tevarilərin də həmin bu tiyələri ayrıca belə deyək, muzey eksponatı kimi bir qutuda saxlayıram ki, biz 1-2 exemplərdə. Məncə bu orijinal deyil. Ya da ən azından istifadə olunub, çünki burada görürsünüz, rəng fərqlənir. İstifadə edilmiş. İnanmıram. Nəysə. Belə. Gəlin sıxalım. Sıxdıq. Sıxanda yoldaş da o ləzzizlənmə anekdota belə yuyanda ölmədi, sıxanda öldü olmasın. Barmaqlarını kəsməyəsiniz. Olur elə tevarilər, bu qıraqlar biraz belə yumrudur və belə deyək, yaş əllərlə bunu sıxanda barmaq kəsmə ehtimalı böyükdür. Onun üçün nə edirik, göstərdirəm sizə. Qoyuruq bunu yerə və ya stola, hər hansısa bir belə düz yerə və fırladırıq sıxmaqda. Sıxıldı. Belə, indi isə baxırıq bunun kəsən kənarlara. Görürsünüz, yox azca çıxıb, yox kifayət qədər çıxıb, 1 mm yaxın çıxıb. Gövdəsindən çölə də demək olar ki, neytraldır. Başa düşdünüz? Bu xətt çəksəniz bu kənardan bu kənara görəcəksiniz ki, tiyə o kənardan qırağa çıxmır. O ekspozisiya və qəp söhbətidir. Onun haqqında ayrıca bir videomuz var. Onu da sağ yuxarı tinə atacağım linkini. Baxarsınız keçib. Maraqlı mövzudur. Budur, həmin bu məlumatlar, deməli spesifikasiya, bunun ekspozisiyası filanı istehsalçı bölüşmür. Yəni bu Çin istehsalçı. Baxın görün rokkaya, amma bu rokka deyil də, yəni rokka kimi qırxmır. Yəni ki, çox yumşaq qırxır. Hətta mən deyərdim ki, R89-dan da yumşaq qırxır. Əgər kimsə bu islaq tıraşa gəlmək istəyirsə və birbaşa hansısa bir belə deyil də, keyfiyyətli bir məhsuldan yararlanmaq istəyirsə, yəni birbaşa keçsin, mən AliExpress-dən almışam. Satıcının linkini atacağım bu videonun altına. Amma o demək deyil ki, o satıcı ola bilsin sabah olmasın. Ona görə işte video kimsə bu tarixdən hansı 2-3 ildən sonra baxır və keçir həmin o linkə görür ki, satışda yoxdur. Mənim üzrlü sayım artıq buraxılmır. Çindir də bir gün buraxır, bir gün buraxmır. Nəysə, sözün qısası budur. Bizim Çin klonumuz yumşaq qırxır, çox yumşaq qırxır. Çalışıram bu ilə istifadədə iti tiyələri istifadə edim. Fizer kimi əgər mən tıraşı adətən 2 gedişə, yəni 2 pərdəyə tökülər demişəm, bitirim. Yəni bir böyümə istiqaməti, bir də əks istiqaməti. Bu tevaridə həmin o gedişlər və yaxud pərdələr 3, 4, hətta olub ki 5-ci artıq taçap deyirlər. Yəni xırda oradan-buradan belə nə qalıbsa onları götürün. Yəni ki o qədər yumşaq qırxır, təsəvvür edin. Mən də perfeksionistəm, yəni çalışıram tıraş mükəmməl alınsın. O tıraşın növləri var. Baby Butt Smooth, sonra Deface deyirlər, Done Fine Shave deyilməlidir. Bir sözlə, yəni ki, həmin o Deface-ə yox, BBS-ə çalışıram, amma bu
alət xüsusən DFS nəticə verir. Gündəlik tiraj üçün, əgər sizin üçün belə çox belə təmizlik fərq etmirsə, yəni ideal bir tevaridir. Məsləhət görürəm ki, bunda tutaq ki, əgər Fizer tiyələrə sizin gücünüz çatmırsa, yəni Gillette Platinum ideal olar, Gillette 7 O'Clock, Gillette Silver, Gillette Ruby artıq yumuşaq olacaq, amma yenə də gedər. Yəni bu kimi tiyələri istifadə edə bilərsiniz. Permaşart super olar bu tevaridə. Ümumiyyətlə tiyə hiss olunmur üzdə, bütün istiqamətlərdə fərqi yoxdur. Əgər çapıq salsanız artıq bu problem nə tevaridədir, nədir ki üzdədir. Artıq o sizin əl hərəkətləriniz biraz düzgün etmirsiniz. Nəyisə, yəni ki siz vertikal belə, horizontal yox, vertikal hərəkətlər olmalı. Yəni belə etmisiniz, kəsmisiniz. Belə, məncə bu qədər. Çox gözəl, çox super. Elə bil ki, dincəlmək istəyəndə, belə üz qırxmaqda da ki, çapıq minimum olsun, bir sözlə də belə tiraj sonrası o belə epidermisdə belə sanki dərvizi soyublar. Bu kimi hisslər hiss etməmək istəyəndə götürürəm bunu əlimə və bununla qırxıram. Superdir, başlayanlar üçün əla bir üz qırxandır. Mən adətən 2 gündən bir, yəni 48, ən uzağı 72 saatdan sonra bir qırxıram üzümü. Düşünürəm ki, bir həftəliyə bu getməz. Çünki artıq 3 günlük 72 saatlıq belə deyək, üzdə olan tüklər qırxanda mən hiss edirəm ki, bu tevaridə qalır bir sözlə. O ki, bunun bu çıxmağa yerləri yoxdur, köpüyün. Sabunlarını ona görə qalır, tez-tez yaxalamaq lazımdır. Bu bir mənfi cəhətdir. Bu ümumiyyətlə Rokka'nın fərqi yoxdur, kopyadır, orijinaldır. Ona görə yəni ki, bu kimi mənfi bir cəhət var. Yəni gündəlik tiraj alətidir, tevarisdir. Elə baxıram yəni ki, bu əlimdə qalmaq filan, bu da nədirsə bütöv dəmirdir, bu da nədirsə bu qara haqqısı. Mən belə düşünürəm, hansı bir plastik bir qabıqdır, üstünə qoyulub, sonra da qızdırılıb ki, yapışsın və kənarları ideal kəsilib ki, belə ideal otursun. Bir sözlə alsanız peşman olmazsınız. Necə ki, mən peşman deyiləm. Super tevaridir, çox xoşuma gəldi. Əvvəl birinci tirajlarda deməli bu nədə almışam, amma sonralar bəyəndim. Belə, bu Çin Müşil haqda bu qədər. Mən bildiyim qədər həmin bu satıcı, nə ki bu variantda bir dənə də bütöv bu plastik, bu qara haqq olmadan bütöv dəmirdən olan, yəni poladdan olanı da satır. Və mən bildiyim qədər Müşil R41 ÇPU-da, yəni CNC-də hazırlanmış. Məndə artıq var, orijinalı, ona görə mən düşünmürəm onu almağa. Əgər kimə maraqlıdırsa, həmin linkini atacağım, keçib baxa bilər. Məndən bu qədər məncə Çin Müşil haqda. Videodan xoşunuz gəlibsə, zəhmət olmasa like qoyun. Bölüşə bilərsiniz video ilə, bəlkə kimin üçünsə maraqlı oldu bu video. Sonra mən nə isə demədim, siz məndən çox bilirsiniz. Komment bölməsində kommentlər saxlayın. Çox şad olardım oxumağa, baxmağa. Sualınız varsa sualını da orada yazın. Sonra çox şad olardıq. Yəni əgər siz bizim kanala abunə olsanız, bizim kanalda həmin bu islak klassik tiraja aid olan müxtəlif videolar var. Düşünürəm ki, sizə də maraqlı olacaq. Buyurun, keçin, baxın, maraqlanın. Sağ olun, gələn görüşlərə.